Deyə bilərlər, fakt oruç tuturuq da, ac qalırıq, çətindir, bilirsiniz necədir? Hər bir insan üçün bir çətinlik müəyyən olunub dünyada. Adam bəzən həyat çətinliklərini könüllü çətinliklərlə azaldır. Bir var, könüllü olaraq oruç tutub əziyyət çəkəsən. Biri də var ki, sənin üçün həyat əziyyət hazırlasın ki, könülsüz məcbur olasan o əziyyəti çəkməyə. Nə qədər könüllü əziyyət çəkirsənsə, əvvəla o əziyyət sənin üçün asanlaşır. İkincisi, səni gözləyən başqa çətinliklərdən qurtarırsan, azad olursan. Mərhum Behçət deyirdi ki, axı dindarlığın nəyə çətindir? Ən çətini gecə namazı sayılır. Biraz tez yatsan, biraz az yesən, çox rahat durub onu yerinə yetirə bilirsən. Çox rahat ibadət eləyə bilirsən. Amma oyan gecəni bir dəfə təcrübə eləyin. Gecə oyanın, ibadət eləyin və sonra görün günü necə şad yaşayırsınız. Və yaxud da yatın, gün çıxsın, gün ortayacan yatın, sonra görün gününüz necə keçir. Görəcəksiniz ki, yatıb qalanın həyatı daha çətindir, tez oyananın daha rahatdır. Belədir, fakt belədir. Səhərin su ilə dəstəmaz alırsan hər gün. Deyirlər ki, şadlıq verir. Elmi baxımdan da sübut olunub ki, dəstəmaz alanda üzü, əlləri yürsən səhərin su ilə ovqatıva təsir edir. Bir qıraqdan baxır, bu qışın günündə. Qışın günündə Həzrəti Məryəmi Həzrəti İsa yuxuda görür. Deyir, dünyaya dönmək istəyirsən, deyir, dönmək istəyirəm. Deyir, niyə görə? Deyir ki, anasından soruşur Həzrəti İsa. Həzrəti Məryəm deyir ki, uzun qış günlərində oruç tutub, uzun yay günlərində oruç tutub, uzun qış gecələrində soyuq su ilə dəstəmaz alıb ibadət eləmək üçün. Qıraqdan baxanda çətin görünür. Müstəhəbdir deyir, dəstəmaz suyu sərin su olsun, isti su olmasın. Hamısının insanın əhval-ruhiyyəsinə müsbət təsiri var. Bir müddət eləyin, sonra görəcəksiniz ki, dəstəmazsız yatmaq çətindir. Adam yerinə girir, deyir ki, nəsə çatışmır, belə yatmaq olar. Adam dəstəmazsız yerinə girər, yatmağa. Xoş olmur adam üçün. Çətin olur, sözün əsl mənasında. Dəstəmazsız yaşamaq çətin olur. Adam daim dəstəmazda olun, bir müddət sonra görəcəksiniz ki, dəstəmazsız elə bir ki, nəsə ləzzət eləmir yaşamaq, nəfəs almaq. Çünki sən ki, müqəddəs yerlərə gedəndə dəstəmaz almırsan, Allah deyir, həyatı o qədər sev ki, həyatın hər dəqiqəsi müqəddəs say ki, onu dəstəmazlı yaşayasan. Xoş yaşayasan. Və zinətən limən təcəllələ buyurur ki, din zinətdir, özünü oyla bəzəyənlər üçün. Baxışımızı gələk düzəldi. Uzaqdan baxdı, vay, oruc, mən görmüşəm belə adamlar. Ay, dəhşətdir, siz neyinirsiniz, nə oyun çıxardırsınız siz? Ən çətin günlərini gördük orucun, da keçdi. Biz namaz qılanda vaxtı elə indi təxminən Ramazan ayı düşürdü fevrala marta, 30 neçə il gəldi, indi çıxdı təzdən ora gəlir. Biz bir dövrəni hələ indi vururuq, bir dövrə. Bir ömürdə elə bir dövrə böyük şey. O vaxt düşünürdü ki, yayda, avqustda, iyulda 30 gün gəldi, keçdi, görürsən ki, oruc-orucdur, heç belə fərqi yoxdur, belə həmin ləzzəti də verir adama, həmin zövqü verir. Ən çətin günlərdə tutursan, görürsən ki, indi bəzi adamın cismində müəyyən zəifliklər olur, cism əziyyət çəkir, danmaq olmaz, amma cism əziyyət çəkir, onsuz da bizim cismimiz müxtəlif şeylər üçün əziyyət çəkir. Səhər durub işə gedirsən, cismin əziyyət çəkmir. Niyə orada deyinmirsən? Onu təbii qəbul edirsən. Amma burada cism əziyyət çəkərsən, yanında da bir zövq var ki, o çətinliyi asanlaşdırır sənin üçün. Çox asan olur adam üçün. Uzaqdan baxanda din çətin görünür. İmam deyir, yaxına gəl, görəcəksən kefdir. Buradakılar kefdədir. Ləzzət alır. Yəqin ki, bəzən fikirləşirsiniz ki, adamlar var ki, əyyəm Fatimiyə bilmir nədir. Doğrudan da adamın hallarına acıyır onların. İndi burada məsələn bir məclis olacaq, əzadarlıq olacaq. Adam mənəvi baxımdan elə bir dincəlir, elə bir hala gəlir, düşür ki, deyirsən ki, bunsuz necə nəfəs almaq olar. Həqiqətən deyirəm, mən reklam eləmirəm ki, dinin reklama ehtiyacı yoxdur. Yəni keçirdiyiniz halları deyirəm. Yoxsa bu sıxlıqda gəlib buradan niyə oturmuşsunuz? Bir dənə adamı da soruşsuq, deməz ki, mən savaba gəlmişəm. And içərəm hamınızın əvəzindən. Savab yada düşmür burada, düşmür. Gəlib o soyuqda, bu soyuq havada çox soyuq idi dünən axşam. Görürsən adamlar dayanır, o savaba gəlməyib, o gəlir zövq alsın xanım Zəhranın məclisində. Bu nəfəs alır, ruhu bununla nəfəs alır.
O qədər din asandır ki, adam ona əməl elədikcə Allaha borclu olur. Borcunu başa düşür. Deyirsən ki, ilahi, bu işlərə görə bu qədər mükafat verirsən, ibadətin mükafatından danışanda adam dəhşətə gəlir ki, mən neynəmişəm axı? Bir dənə hədislərə hərdən baxın, orucun mükafatı, gündəlik namazın mükafatı, adamı xəcalət hissi götürür. Sən nə qədər mehribansan? Amma bəziləri deyir ki, dünən dedim, bu qədər mükafat verilirsə, deməli iş çətindir. Yox, demir ki, Allah rəhəmlidir. Deyir, iş çətindir. Allah rəhəmlidir ki, asan işlərə böyük şeylər verir. Onun rəhmətinə yaz, işin çətinliyinə yox. Və dinin asanlığını görəndə adam özündən razı olmur. Adam özündən razı olmur. Adam borclu bilir özünü. Bəziləri əməl edirdiyinə elə bilir ki, böyük iş görüblər, hələ Allaha minnət də qoyurlar. Allah deyir, günah eləsəydin bu haldan yaxşı idi, gəlib ibadət eləyib mənə minnət qoyursan. Günah eləyib peşman olsaydın bundan yaxşı idi. Sən böyük bir iş görmüsən, çətin bir iş görmüsən ki, özündən bu qədər razısan. Sizə bir şey deyim, yadda saxlayın. Allah üçün mühüm olan əməl deyil. Allah üçün mühüm olan o əməl eləyənin ruhiyyəsidir. Hansı ruhiyyə ilə o əməl eləyirsən? Hansı halla eləmsən bu əməli? Bu çox mühümdür. Bu çox vacibdir. Allah demir ki, əsas sədəqə ver, minnət də qoysun, eybi yox. Deyir, lə tubtilu sədəqatikum bil mənni vəl-əza. Deyir, sədəqələrinizi minnət qoymaqla və cəmaata əziyyət verməklə batil eləməyin. Bir əməl edirsən Allah üçün, Allah deyir ki, deyən görünməyib, bunu ne üçün elədi bu? Nə halla elədi? Necə elədi? Deyən, ay Allah, əsas odur ki, elədim də. Demişdin, elədim. Yox, fərqi var. Qəbul eləmirəm. Sən özün uşağıva bir şey tapşırırsan, get mənə çay gətir. Mühüm deyil hansı halla elədi. Bir də var üçün baş üstə atıb saat gətirirəm. Bunun fərqi var. Əsas odur ki, sən bunu hansı halla elədin, necə elədin? O da Allah üçün önəmli olan. Namaz qıldı adam, Allah deyən görməyin nə niyyətlə qıldı? Namazı qılandan sonra özündən razı oldu. Ay Allah, nə işvə qalıb? Namaz demişdin, qıldı, yox. Mənim üçün çox önəmlidir. Lə təmunnu aleyyəl islaməkum. Aleyyə islaməkum. Mənə dininizi minnət qoymayın, Allah deyir. İslama gəlməyinizi mənə minnət qoymayın. Zariya əməl eləsin ki, çox çətindir. Onda Allah bir dənə çətinliyə salır insanı ki, indi get, çətinliyi gör necə olur. Amma Quran deyir də, mən ə'raza ən zikri fə innə ləhu məişətən zənka. Kim məni zikr eləməyə çətin görsə, üz çevirsə, onu həyat məngənəsində sıxaram. Həyatın acılığı onu bürüyər, o xoş yaşaya bilməz. Amma namaz ki çətindir və sonra görürsən ki, böyük mükafatlar verirlər sənə. Namazdan sonra gelirsən şükür səcdəsinə, bir namazınıza görə təşəkkür eləmişsiniz ki, Allah şükür ki bu namazı qıldım. Deyirlər şükür səcdəsindən Allahın o qədər xoşu gəlir. Deyir, rəhmət bürüyür insanı. Namazdan sonra mütləq şükür səcdəsi eləyin, yadda qalsın bu. Ürəkdən bir təşəkkür eləyin ki, Allah şükür ki qismət elədin, zöhr namazını qıldım. Çox minnətdaram ki mənə namazı nəsib elədin. Belə olmasa bir gün din alınır adamın əlindən. Din çox çətin oldusa adamın əlindən alınır. Amma kim şövqlə ibadət elədirsə, Allah ona sıxıntılardan çıxış yolları verir. Və mən yəttəqillah yəc'alləhu məxrəca. Kim deyir, Allahdan ilahi təqvaya sahib olsa Allah ona çıxış yolu verər. Və mən yəttəqillah yəc'alləhu min əmrihi yusra. Kim təqvalı olsa Allah ona asanlıq verər işlərində. İşləri asan inkişaf eləyər. Qabil qurban gətirmişdi, qoyun kəsirdi. Baxdı, dedi ki, zirənlik eləmək istədi. Arığın birini seçim, xəstə heyvanı. Aparım, olsa kəsirəm də. Qabil belə elədi. Habil getdi, yaxşısını seçdi. İkisi də apardı. Deyirəm, ay Allah, sənə nə fərqi var? Qoyun da gətirib kəsib. Sənə qoyunun əti də çatmır, qanı da çatmır.
Yox, Allah dedi ki, qabil qurbanı qəbul deyil. İnnəmə yətəqəbbəlullah minəl muttəqin. Şövqlə elədi bu ibadəti yox. Allah təqvallardan qəbul eləyər. Yəni bu ibadəti şövqlə eləmədisə, lazım deyil. O da əsəbləşdi. Dedim, dünən ki, adam din əziyyət verəndə adama, adam aqressiv olur. Hamıdan dini ki, çətin olur insan üçün, başlayır cəmaata əsəbləşməyə. Dinsizlərə lənət yağdırır, hamıya qəzəbli olur. Bıçağı götürdü, öldürdü Habili. İlk qan belə töküldü yer üstündə. Din asandır və dini asan görən adamların həyatı çox asan keçir. Çox asan keçir. Sən baxırsan, bu Arif getdi, diyanda o qədər ibadət elədi. Çox asandır onun üçün. Çox asandır. Keyf eləyir, onu eləməsə ürəyi diyanar. Necə biri sənə baxır, deyir, sənin həyatın çətindir, sən də onlara baxırsan, deyirsən çətindir. Heç biri çətin deyil, heç biri. Allah deyir ki, kim üçün din asandırsa, başqalarıyla da asan rəftar eləyər. Çətinə salmaz cəmaatı, tez bağışlayar, çək-çevirə salmaz. Dini çətin görsünüz, sizə bu qaydaları deyirəm, kiçik qardaşınız kimi, həyatınız çətinləşəcək. Ariflər, peyğəmbərlər, imamlar niyə bütün gün əstəğfirullah deyir, üzr istəyirlər? Üzrxahlıq. Ən azı 70 dəfə peyğəmbər əstəğfirullah deyərdi hər gün. Niyə görə? Çünki baxırdı əməlinə, baxırdı mükafatına, deyirdi ki, xəcalət çəkirəm, üzr istəyirəm bu əməlimə görə, namazıma görə, ibadətimə görə. Peyğəmbər belə idi. İstiğfar çox eləyin ki, din sizin üçün asanlaşsın. Çoxla əstəğfirullah deyin. Düyünlər açılsın həyatınızda. Mən sizə bir dənə qayda deyim, çox vaxt almaq istəmirəm bugün. Amma məcburam bu sözləri açım, danışım. Bir qayda deyim sizin üçün. Hərdən bir, istəyirsinizsə din sizə asan olsun, hərdən bir, bax bunu yadda saxlayın, sizə çətin gələn əməllərdən eləyin. Məsələn, Cəfər təyyar namazı təxminən 45 dəqiqə çəkir. Düzdür? Bəziləri belə baxır ki, indi axır qıldıracaqsan bizə o. Cəfər təyyar namazını. 45 dəqiqə çəkir. Bizə qayda qoyublar dindəki, ibadət yordusa eləmə. Düzdür, bunu deyiblər. Amma, bəzən biz yormayanda da eləmirik axı. Heç nə eləmirik. Elə bilirik ki, bu Cəfər təyyar namazı xüsusi bir zümrə üçündür. Onlar orada yaşayır qılıb, bizə aid deyil bu. Ölənəcəm bizə aid olmayacaq. Hərdən bir, çox da çətin deyil, 45 dəqiqə vaxtı alacaq. Bir müddət hərdən bir qılın, sonra görəcəksiniz ki, gündəlik namaz deyirsən, bu nədir 4 rükət? Gətir ondan birini də qılın. Ondan sonra. Cəfər təyyar namazı da namaz olacaq sənin üçün su içmək kimi bir şey. Deyirlər, bəzən İmam Rıza aleyhissalam gecə namazını qılmazdı, Cəfər təyyar namazı qılardı, axır 3 rükətin qılardı. 2 rükət şəf, 1 rükət vitr namazını, gecə namazını bu şəkildə qılardı, misal üçün. Hərdən bir qılaq belə çətin gördüyümüz əməli, düzdür, yenə deyirəm, özümüzü yormaq olmaz. Amma gördün ki, ruhun münasibdir, dur onu bir dənə yerinə yetir, hərdən bir çətin əməllərdən eləyək, hərdən bir. Onda görəcəksiniz, din də, həyat da asanlaşır sizin üçün. Deyirsən, 45 dəqiqə vaxtım gedəcək, elə bil ki, sən vaxtının belə qədrini bilən adam. O qədər elə 45 dəqiqələri boş-boş qəlyan çəkməkdə hədər eləmişsən. Boş-boş, 45 dəqiqələr yığ üst-üstə nə qədər hədər olub, bir dənə 45 dəqiqən faydalı keçsin. Bir dənə 45 dəqiqə. Demirəm, insan oturar da, danışar da, imamlar da deyib ki, dostlarla görüşə, halal əyləncələrə vaxt ayırın. Bu buna ziddiyyət təşkil eləmir. O da öz yerində, bu da yoxdur axı. O öz yerində qalır, bu yoxdur axı öz yerində. Bu da olsun da öz yerində. Valla bizim başımıza gələn problemlər var ha. Hərdən həyat bizi sıxır. Çox vaxt günahkar özümüzük. Başqaları deyil. Çox vaxt günahkar özümüzük, özümüz. Bütün çətinliklərimiz olur, həyatda onlar təbii deyil, deyəsən, təbii. Bəzən bizim belə etinasızlıqlarımız, dinə
şövqlə əməl eləməməyimiz gətirir həyatda bizi sıxıntılara salır. Bəzən özümüzü könüllü şəkildə müəyyən çətinliklərin altına salaq. Çətinliklər yükünün altına girək. Mən alimlərdən eşitmişəm, bu sözü bir kəlmə özümün deyil. Arxain ola bilərsiniz. Oxumuşam, öyrənmişəm, təhlil eləmişəm, amma istinadım möhkəm bir yer olmasa, mən burada ürəklə belə danışmaram. Çünki bilirəm ki, sabah kəlmə-kəlmə bunun hesab kitabı var mənim üçün. Ona görə də möhkəm yerə istinad edirəm. Mənim nəyimə də inanmazsa sözümə inanın. Başqa bir şey yoxdur. Sözümə inanın, sözümə cavabdehəm. Alimlər deyir ki, məsələn, ən çətin vaxtların nə vaxtdır? Hər peşənin bir çətin vaxtı olur da, müəyyən iş adamları olur, görsən, sezon vaxtıdır, məsələn, o sezonda ağır olur. Biri müəllim deyir, imtihan vaxtıdır, ya tələbə deyir, imtihanlara hazırlaşıram. Ən çətin vaxtda deyir, götür bir dənə çətin əməl elə. İndi bugün misal Cəfər təyyar namazı da olsun elə o. Görəcəksən ki, sanki sənin ömrüvə 1-2 saat günüvə əlavə olunur. Bu 45 dəqiqədən sonra elə bir vaxtıva bərəkət gəlir. Görürsən ki, vaxtın çoxaldı elə bir. Bunu təcrübə eləyin, görəcəksiniz. Görməsəz mənə nə deyirsiniz deyin. Deməyin ki, əşi, bu basa-basda mənim onsuz da vaxtım yoxdur. Bir 45 dəqiqəmi də aparım ibadətə yox. Siz bir dənə onu eləyin, ən çətin vaxtlarda görün, əlavə necə vaxt qazanırsınız. Görün, nə qədər vaxt qazanırsınız. Çətin gördüyünüz işləri eləyin hərdən ki, hər şey asan olsun sizin üçün. Yorana qədər, yordusa çəkinin. Cisim yorğunluğunu demirəm, ruhu ibadət gərək yormasın. İbadət ruhu yordusa dayandırın. Orada ondan o yana getmək olmaz. Hər axşam, bunlar sizə tövsiyəmdir. Mən dəstur eləməli deməyə heç layiq deyiləm. Amma mən bunu eşitdiklərim də deyirəm sizə. Mən layiq deyiləm bu şeylərə, Allah and olsun. Sadəcə olaraq hər axşam misal üçün Vaqiə surəsi oxumaq. Qorxuram deyəm ki, bir dənəsi dəstur eləməli var, qoy deyimdə gəlmişkən. Deyir ki, 14 gün ərzində bunu eləyin. Başlayın birinci gündən. Birinci gündən yox. Bəli, birinci gündən. Birinci gün axşamdan elə bil. Ya qoyun dəqiq deyim sizə, çaşdıraram. Bazar gün axşamdan başlayın. Bir dənə Vaqiə surəsi oxuyun. İkinci gün 2 dənə, üçüncü gün 3 dənə, dördüncü gün 4 dənə, 14 gün, 14-cü gün 14 dənə. Bəziləri... Yəni, lab ağ elədin. İndi fürsətdə dedim, yaxşı, 14 dənə eləmirsiniz, bir dənə, gecəyə, hər gecə bir dənə Vaqiə surəsi oxuyun. Hər gecə bir dənə Vaqiə surəsi oxuyun, hər gün bunu davam eləyin. Görün ki, çətinliyə yox, çox asandır. Əllamə Əminidən o gün, cümə günü danışdım. Əllamə Əmini özü Əl-Qədirin müəllifidir. Deyir, 40 gün gəldi İmam Rıza əleyhissalama, qonaq qaldı, Məşəddə dedi, 40 gün qalacam. 40 günə 40 min rükət namaz qıldı İmam Rızaya hədiyyə. Dedi, heç mükafat da istəmirəm. Bunu İmam Rızaya hədiyyə gətirmişəm. Hərçənd ki, mükafatı gələcək, sən istədin, istəmədin. 40 min rükət günə eləyir, 40 günə 1000 rükət də elədi. 1000 rükət. Mən demirəm, amma birdən belə başlayaq ki, mən Əllamə Əminiyəm, 40 min, yox. Amma demək istəyirəm ki, adamlar var ki, amma bekar da deyir, bekar adam deyir, oğlu deyir 16 saat işləyir gün ərzində. Əksinə belə adamlar bekar deyir. Bekar bir sanansıdır, nə bunu eləyir, nə onu, elə bekar gəzir. Belə deyən ki, əşi bekarıq da indi bütün gün namaz qılaq, yox. Bu adamların heç biri bekar olmuyor. Hər işi də çatdırıblar. Hər işi də çatdırıblar. Mən sizi çətin ibadətlərə salmaq istəmirəm. Vallahi qayda kimi deyirəm bunu ki, hərdən bir bəzi o çətin əməlləri eləyin ki, gözümüzü qorxudan o tərəfi var. O ki, o psixoloji baryer sınsın, ona görə deyirəm. O baryer uçulsun ki, bu çox çətin şeylər deyil. Bunları eləmək mümkündür. Çox asandır. Həyatlarında oxuyursan, sübh namazını deyir, qılır, qunutu başlayır namazın. Düz azanda namazı başlayır. Qunutu o qədər çəkir ki, namaz qəzaya qalmağa 5 dəqiqə qalmış, sübh namazını bitirir. 2 saat çəkir, saat yarım çəkir. Görürsən, çox da asan gəlir onun üçün. Çox da rahat gəlir.
Səhhələ şəraiəhu limən vərədəhdi. Kim daxil oldusa, asandır. Qıraqdan baxanda gözün qorxur. Günahı tərk eləməkdən də asan şey yoxdur. Elə də biz şişirdirik ki, qeybət eləməyəndə nə olur ki? Qeybət eləmək çətindir. Yük yığırsan üzərinə, ruhun qaralır. Qeybəti tərk eləmək bu qədər çətindir. Yalan danışmamaq bu qədər çətindir. Deyir, bir dənə günaha göz yumursan, dərhal Allah elə ləzzət verir ki, o günahdan qat-qat artıq ləzzətdir. Mə nəhəllah subhanahu an şeyin illa və əğna an. Əleyhissalam buyurur ki, Allah bir şeydən çəkindiribsə, ondan ehtiyacsız eləyibsən. Sənin günaha ehtiyacın yoxdur. Yalandan özü suyuna ehtiyac kimi təqdim eləmə. Güya ki, sən ehtiyaclı bir şeydə Allah deyir olmaz. Allah deyir, mən nəyəsə deyirəm olmaz, sənin ona ehtiyacın yox. O sənin həyatında olmamalıdır. Elə də böyük bir şey eləməmsən. Günahdan çəkinmişəm. Nədən? Çirkin, nəcis işlərdir ki, onlar deyir eləmə, özünə yaraşdırma. Böyük bir hünər deyil bu. Heç deyirsiniz ki, məsələn, dünən bir səninlə zülüm çəkmişəm, nə olub ay bala? Ayaqqabımı çıxardıb yatmışam. O bir də deyir, corabları da çıxartdın ha, yazıq məsələn. Bu dərəcədə sadə, normalda ayaqqabı çıxardırsın, amma görürsən, sərxoş adamsın çətin, gəl ayaqqabı ilə yatır, mən elə adam görmüşəm. O da olsun çətin. Biz başımız nə ilə məst olub ki, bu sadə işlər bizə çətin görsənir. Ağır gəlir bizə. Gülməli adamlar da gülbə, biz onlara gülürük, özümüz də elə gülməli vəziyyətdir biz. Gülməli vəziyyətdir. Qabaqlar həyat çətin idi, cəmaat bir dənə çörək pişirmək üçün odun gətirirdi. Mən görmüşəm də bəzi kəndlərdə təndir qalırdı filan. İndi onlardan heç zəng gelirsən evvə qapıva gətirirlər, biz yenə də gileylənirik. İndi vaxt qazanmışaq, o proses nə qədər çəkirdi? Odun gətir, xəmir, hər şey, bütün elə çörək pişir, nə qədər vaxt gedirdi? İndi o qədər vaxtı qazanmışıq. Ya vaxtı qazanmışıq, yaxşı, birazını onu ibadətə sərf edirik. Yox, telefonat, lentada gəzişirik, ora bura. O qədər vaxtımızı veririk o şeyə. Ya Slavomani oynayırıq, müəyyən oyunlar oynayırıq. Elm inkişaf eləyib yaxşı şeydir. O ki, rahatlıq verir, biz onun əvəzində Allahla əlaqəmizi gücləndirək. Bütün günü seriallara baxır, filmə baxır. Arada baxır filmə, film də lazımdır, mən demirəm. Mən demirəm, gecə gündüz namaz qılaq. Vallahi elə şey demirəm, qəti. Sizə elə söz demək olar, heç kəsə demirəm. Ümumiyyətlə, düz söz də deyil, yaxşı söz də deyil, düzgün də deyil. Amma ki, oturaq bir dənə gündəlik saatlarımızı sayaq, yaxşı ki, indi telefonlar hesablayır. Mən bir dəfə özüm utandım. Yazdı ki, sən falan saat telefonda olmuşsan. Düz deyim, mən çalışdım, o günlər lazımlıydı mənim üçün. Yenə də amma, mən nəsə lazım idi, bəzi mövzular vardı, ona görə idi. Amma hər bir halda da, görürsən ki, günün nə qədər boş keçir sənin, hədər olur. Cəmaatın çoxu seriala baxır. Axırda bunlar evlənəcəklər, ya evlənməyəcəklər. Yaxşı, tutaq ki, o evlənmək həsrətində olan, evdə qalan adam otursun, baxsın. Sənə nə düşübsən, ona baxırsan. Deyir, mühüm mesajları var bu serialın. Nə mesajı var bunun? Oğurluq eləmə. Bəyəm sən oğrusan? Sən, məsələn, bu filan şey eləmə. Mühüm mesajı olan bir şeyə baxarlar, hərdən bir. Nəsə bir vaxt keçirmək üçün ruhun dincəlməyə ehtiyacı var. Yəni, vaxtı düzgün tənzimləsə insan, düzgün yanaşsa ibadətə, dinə, dinin əməllərinə çox görər ki, hər şey olduqca asandır. Dindarlıq çox asandır. Ancaq vaciblərlə kifayətlənməyin. Həm sözüm yekunlaşır yavaş-yavaş. Bəli. Bir dənə hədis ki, dünən demişdim Həzrət Əli Aleyhisselamdan, onu deyim, sözümü tamamlayayım. Hədis demişdim, davamında bir cümlə qalmışdı, onu da deyim ona görə. Yadınızdadır bu hədis, dedim ki, İnnəl-ləzi tulibə minkum ləyəsir. Əli Aleyhisselam buyurur ki, çox gözəl hədisdir bu. Yəni, mənim sözümün sənədidir bu. Sənədi. Elə bil ki, mən bu üç gecədə bu sözü təfsir edirəm. Qiyamətdə sənət göstərəndə deyəcəm, Həzrət Əli buyurmuşdu ki, İnnəl-ləzi tulibə minkum ləyəsir. Sizdən istənilən çox asan şeydir. Həzrət Əli deyir, mən demirəm.
Sizdən istənilən, yəni nə ki istəyir Allah bizdən bunu elə, bunu eləmə, çox asandır, çox asandır. Və innə səvabəhu ləkəsir, mükafatı da çoxdur. İş asan, mükafatı çox. Asan işə böyük mükafat verir Allah. Amma dünən bunu deməmişdim. Buyurur ki, وَلَوْ لَمْ يَكُنْ فِي مَا نَهَا عَنْهُ مِنَ الظُّلْمِ وَالْعُدْوَانِ وَإِقَابِ يَخَافِ كَانَ فِي سَوَابِهِ مَا لَا عُزْرَ لِأَحَدٍ فِي تَرْكِ طَلَبِهِ. Buyurur ki, əgər bəzi işləri tərk eləmək üçün, yaxud da bəzi işləri qadağan elədiyinə görə insan eləyir o işləri, onlara görə Allah cəza da verməsəydi, amma onun tərkinə verdiyi mükafata görə bizim üzrümüz qalmazdı. Qoy izah eləyim də, deyir ki, məsələn, namaz vacibdir, düzdür? Vacib namazı tərk eləməyə cəza var, əzab var. Əzab var. Əleyhissalam deyir ki, vacib namazı tərk eləməyə görə əzab olmasaydı, yenə də bu namaza ki, Allah nə qədər mükafat verəcək sənə, onu qılmasaydın üzrün qalmayacaq. Yəni, heç lazım deyil səni qorxutsunlar ki, oruç tutmason, sən oruca ki, o qədər şeylər deyib Allah, ağlı başında olan adam Ramazan ayında oruç tutar, cəzası olmasa da. Namazın cəzası olmasa da namazı tərk eləməyin, yenə də namazını qılar.